Marniuli 8 saylı ictimai məktəb binasının qəzalı vəziyyətdə olması səbəbindən tədris prosesi dayandırılıb. Hazırda 250-dən çox şagird təhsillərini təhlükəsiz şəraitdə Candar İctimai Məktəbində davam etdirir. Marniuli Təhsil Resurs Mərkəzinin rəhbəri Xanəli Qəhrəmanov bildirib ki, məktəbin əsaslı təmirinin yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılır, lakin dəqiq tarix hələ müəyyən olunmayıb. Qeyd etmək istərdim ki, Marniuli 8 saylı məktəbin müəyyən hissələrində binanın qəza vəziyyətinin yaranması ilə bağlı məktəb rəhbərliyi tərəfindən bizə müraciət oldu rəsmi müraciətlə və əlbəttə ki, biz də resurs mərkəzi olaraq Təhsil Nazirliyinə müraciət elədik. Təhsil Nazirliyinin nümayəndələri məsələni yerindəcə araşdırırlar və hal-hazırda tədris prosesi 8 saylı məktəbdə dayandırılıbdır. Tədris prosesi Candar məktəbində davam etdirilir. İkinci növbədə dövlət tərəfindən transport artıq məktəb üçün verilibdir. Şagirdlərin başqa məktəbə aparılması üçün. Məktəbin təmiri ilə bağlı yaxın gələcəkdə inşallah bizə bildirəcəklər. Məktəbin ərazisinin satılması ilə bağlı yayılan iddialara da münasibət bildirən Xanəli Qəhrəmanov bu məlumatları təkzib edib. Məktəbin ərazisinin satılması ilə bağlı elə bir söhbət ola bilməz. Məktəb Təhsil Nazirliyinin balansındadır. Qeyd edək ki, Marniuli bələdiyyəsində ümumilikdə 74 ictimai məktəb fəaliyyət göstərir.